Çağrı mərkəzləri asan xidmət modeli əsasında təkmilləşdiriləcək. Bunu jurnalistlər açıqlamasında Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi Təminat Şöbəsinin müdir müavini Adil Ələkbərov deyib və qeyd olunub ki, uzaqdan cavablandırma mexanizmi yaradılıb. Bu da əlilliyi olan vətəndaşların sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq. Tədbirə əsasən çağrı mərkəzi mövcud olan qurumlarda çağrı xidmətlərinin təkmilləşdirilməsi, çağrı mərkəzi mövcud olmayan qurumlarda isə çağrı xidmətlərinin yaradılması ilə bağlıdır. Qeyd olunan məsələ ilə bağlı beynəlxalq təcrübə araşdırılmış və qanunvericiliyə bir çox mütərəqqi müddəalar gətirilmişdir. Belə ki, uzaqdan cavablandırma mexanizmi yaradılmışdır ki, bu da əlil vətəndaşlarımızın sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaqdır. Sabit telefon vasitəsilə ölkənin istənilən yerindən ödənişsiz əsaslarla çağrı mərkəzlərinə çıxış təmin ediləcəkdir.